Salam əziz Xural televiziyasının izləyiciləri. Yenə bir mövzuyla sizə müraciət eləmək qərarına gəldim. Bugün ayın 10-udur. 10 may 2026-cı il. Mən İstanbuldayam və İstanbulda əslində Türkiyədə və özəl olaraq da İstanbulda yaşanan dəhşətli deyilə biləcək bir problem haqqında bəhs eləmək istəyirəm. Elə birbaşa mövzuya giriş eləmək istəyirəm. Bu günlərdə məlum səbəblərdən bilirsiniz, yayınlarımız yox deyəcək qədər azdır Xural TV-nin efirində. Bu da mənim səhhətimlə bağlıdır. Son dərəcə gərgin və ağrılar periyodundan keçdiyimə görə belə özümdə bir hal tapanda, özümdə bir iradə tapanda, özümdə bir vəziyyətim biraz normal olanda bəzi mövzular haqqında danışmaq istəyirəm, amma bu mövzu elə mövzudur ki, mən bu mövzu haqqında əslində bir neçə dəfə danışmışam. Həbsimdən əvvəl İstanbulda Azərbaycan məktəbləri, müxtəlif özəl yaradılmış Azərbaycan məktəbləri haqqında çoxlu reportajlar almışam. Burada özəl Azərbaycan xanımları, ziyalı qadınların açdığı Azərbaycan məktəbləri haqqında müəyyən mənada danışmışam. Aradan 5 il, 6 il kimi vaxt keçir. Heç bir problem öz həllini tapmayıb. Yəni, mən o günü bir status yazmışdım. Deməli, 100 il bundan əvvəl, 150 il bundan əvvəl Qaçaq Nəbi hüququnu qoruduğu cəmaatın, hüquqları uğrunda döyüşdüyü kəndin içində özünə toy eləyir. Heç kim toya gəlmir. Yəni, o da bizim Qaçaq Nəbiyə verdiyimiz qiymətdir. İndi biz bu Qaçaq Nəbidir, Koroğludur, bu tip adamları, bu tip xalq qəhrəmanlarını niyə həddindən çox qəhrəman etmişik, o ayrı bir konudur. Niyə Rus Pyotru qəhrəman eləyib biz Qaçaq Nəbini, niyə başqa ölkələrin böyük, deyək ki, qəhrəmanları var, generalları var, dövlət qurucuları var. Biz Koroğlunu ən azı Dədə Qorqud çapında, ən azı Dədə Qorqud miqyasında nədən bu ölkə böyük təbliğat çarxları qurmayıb? Onlar ayrı məsələlərdir. Mən həbsxanada yadımdadır. Azərbaycan dastanları haqqında yazmışam, gündəliklərimdə var. Sırası gələndə çap olunacaq. Azərbaycan dastanlarını oxudum, dəhşətə gəldim. Yəni, elə vəhşi, elə ədəbsiz, elə harın, elə aymaz məqamlar var ki, bizim dastanlarımızda. Mən heyrətə gəldim ki, bunu xalq dastanları olaraq ən azından redaktə edənlər və dərc edənlər necə buna yol veriblər? Yəni, anlaşılan odur ki, bizim tariximizin çoxlu problemləri var. Biz bu çoxlu problemlər haqqında danışmalıyıq, iş görməliyik. İndi bəzən biraz danışmaq var Facebookda filan. İş ümumiyyətlə yoxdur. Azərbaycan bir avtopilota məhkum olunub. Azərbaycan elə fəlakətə doğru və məhvə doğru sürətli addımlarla irəliləyir. İstanbulda çox ciddi problemlər var, əziz Azərbaycanlılar. İstanbulda çox ciddi problemlər var. Yəni, burada Naxçıvan əsilli, başqa Azərbaycanın başqa bölgələrindən yoxdurmu? Azərbaycanın başqa bölgələrindən də var. Başqa bölgələrdən də çoxdur. Amma əsasən 30 min, 40 min, 50 min, hətta bu sayının
100 mini keçdiyi haqqında da məlumatlar var. İnsan sənədsiz, sünətsiz yaşayır. Bunu mən bir dəfə yox, 10 dəfələrlə danışmışam. Azərbaycan dövlətinə, dövlət rəhbərliyinə müraciət etmişəm. Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etmişəm. Azərbaycanın Türkiyədəki böyük elçiliklərinə, İstanbul konsulluğuna müraciət etmişəm. Yəni gördüm deyən yoxdur. Xəbər deyən yoxdur. 30 min, 40 min, 50 min qeydiyyatssız, sənədsiz yaşayan adamlar var. Və bu adamların içində elələri var ki, evlənmə yaşına artıq gəlib çatıb, amma heç bir yerdə sənədləri yoxdur. Yəni, belə bir abırçılıq olarmı? Hər iki dövlətin nəzarətindən kənar böyük bir üçüncü qüvvə var. Və bugün də Türkiyədə məlumdur. Hadisələr məlumdur. Dünyanı qarışdıranlar məlumdur. Müəyyən sektalar məlumdur. Onların müəyyən dərəcədə insanların necə öz əsarətini aldıqları və onlardan hansı bəd istiqamətdə istifadə etdikləri, edəcəkləri məlumdur. Yəni, bu bizim Azərbaycan dövlətinə heç nə demirmi? Bu Azərbaycan vətəndaşları deyilmi? Naxçıvandan 10 minlərlə adam Türkiyədə, İstanbulda, Halkalıda, Qazi Osman Paşada sənədsiz, sünətsiz işləyirlər, böyüyürlər, yaşayırlar. Nə qorxularından səfirliyə gedə bilmirlər, nə qorxularından Türk məqamlarına müraciət edə bilmirlər, dərhal deport olunacaqlar, nə də səfirlik Türkiyə dövlətinlə bir yerdə bu məsələni həll etmir. Bu problem varmı? Var, mən bir neçə dəfə bu vaxtda danışmışım. Heç bir reaksiya gəlməyib. İctimai reaksiya çoxdur, zəngənləyənlər çoxdur, danışanlar çoxdur, deyənlər çoxdur. Ancaq bu məsələ haqqında dövlətin rəsmi qurumlarının atacağı addım yoxdur. Nə zamansa diaspora komitəsinə kimsə nəsə deyirlər, hə, biz maraqlanarıq, əlaqədar qurumların qarşısında məsələ qaldırarıq, İstanbuldan gedən kimi yaddan çıxır. Və yaxud da ki, Təhsil Nazirinə deyilir, indi mən Təhsil Naziri haqqında danışacağım, bizim 8-ci mövzularımız haqqında, və yaxud da Xarici İşlər Nazirliyinə deyilir, və yaxud da heç İstanbul konsulu bu vəziyyətlə maraqlanmır, mən bilmirəm, yenə o xanımdırmı, o vaxt o mətbuat işçisi olan xanımdırmı burada səfir? Yəni, varlığınla yoxluğu məlum deyil. Yəni, yenə də o ondan əvvəl bir Məsim Hacıyev vardı. Yəni, o Məsim Hacıyev reaksiya verirdi. Yəni, mən bir dəfə danışmışdım, o bir narahatlıqla zəng elədi, çağırdı, getdi, oturduq, izah elədi, müəyyən şeylər, Əvəz müəllim belədi. Yəni, təbii ki, normal izah eləyəndə biz də vəziyyətin necə olduğunu anlayırıq. Yəni, biz elə dədəm mənə kör deyib, gəlib gedəni vur deyib prinsipindən işləmirik ki. Amma siz reaksiya verin, ölkənin probleminə reaksiya verin. Bu, Naxçıvan əhalisinin buradakı uzun illərdir yaşadıkları bir dönəmin, elə də Azərbaycanın digər bölgələrindən gəlib yaşayan burada sənədsiz, sünətsiz insanların bərabərində başqa bir problem çıxır. Bu adamların uşaqları böyüyür. Bu adamlar məktəblərdə oxumalıdır. Bu adamlar normal yaşamalıdır. Bu adamlar normal təhsil almalıdır. Bunun üçün də Azərbaycan dövləti məsələyə əl qoysa, Azərbaycan dövləti İstanbulda bir dənə, 2 dənə əlaqədar yerlərdə, o əhalinin sıx yaşadığı yerlərdə məktəb tiksə, problem həll olunmuş sayılır. Onunla bağlıysan Təhsil Nazirliyinə və yaxud da burada konsulluğun nəzdində qanunlar necə?
beynəlxalq ölkələr arası qanunlar necə icazə verirsə. Vəssalam, elə də həll eləyin kesin. Yox. Deməli, burada bir neçə məktəb var. Ayrı-ayrılıqda özəl xəttlərlə, ziyalılar öz gücünə, bəzi xanımlarımız və o xanımlara dəstək verən insanlarımız sağ olsunlar, öz güclərinə müəyyən məktəblər açıblar. Qarınca qadarınca çalışırlar. Mən bu günlərdə oxudum bir neçə dəfə, ona görə bu haqda danışmaq ehtiyacı hiss elədim. Ki, 1 milyon dollar lazımdır ki, bu məktəb tikilsin, hazır olsun. Bölük, bölçük, pərakəndə, orada, burada Azərbaycan şagirdləri başsız, kimsəsiz, kitabsız qalmasınlar. Bu məktəblər Azərbaycandan kitab istəyirlər. Uzun danışıqlardan, yazışmalardan sonra Azərbaycanın Təhsil Nazirliyi kitabları verir. Bu dəfə kitabları bura daşımaq lazımdır. Azal daşımır, pul istəyir. Təsəvvür edirsinizmi? Azal Azərbaycan uşaqlarının təhsili üçün Təhsil Nazirliyinin pulsuz verdiyi kitabı pulsuz daşımır. Məcbur qalırlar, hər müəllim öz sumkalarında özlərinin bir yerdə ştuçunu dənə-dənə kitab gətirməyə. Bu da yetmir. Bir yolla Naxçıvana keçirdirlər ki, Naxçıvandan sərhədləri açıqdır, gətirsinlər. Oradan da bir zülümlə, bir kolay pulunu, parasını yenə də alırlar və o kitabları bir təhri gətirirlər. Yəni, tam sahibsiz bir haldadır dövlətin balaları və dövlətin vətəndaşları. Bu problemi həll etmək lazım. Dövlət qurumları, dövlətin Xarici İşlər Nazirliyi var. Xarici İşlər Nazirliyinin İstanbulda konsulluq idarəsi var. İstanbulun ən lüks səmtlərindən də birində yerləşir, məncə etilərdədir. Harada yerləşirsən yerləş, təbii ki, Azərbaycanın səfirliyi elit bir səmtdə də yerləşməlidir. Elit də işləyin də. Bəs bu şagirdlərin, bəs bu gənclərin, bəs bu tələbələrin problemi necə həll olunmalı? Bunlar necə vətəndaş olacaq? Əziz tamaşaçılar, son zamanlarda İstanbulda Kahramanmaraşda baş verən tələbə qətliamını, şagird qətliamını eşitdik. Bir şagird gəldi 8-10 tələbəni, şagirdi bir də müəllimi güllələdi. Azərbaycanda belə bir hadisəni eşitdik. İdrak liseyində biri silahı aldı, bir tapasının gül balası, gəldi müəlliməni güllələdi, o müəllimə də sonra onu bağışladı. Yəni biz belə analogu olmayan bir ölkəyik. Adamları öldürürlər, sonra da adamlar deyirlər ki, bizi öldürdüklərinə görə biz bağışlayırıq. Dedikada bir dəfə bir məhkum salmışdılar mənim yanıma. 3 nəfər idik. Bizim yanımıza bir Müdafiə Nazirliyinin polkovniki də var idi. Bir gün durduq, gördük ki, bu qardaş yaxşı da olan idi əslində. Dedi, dayı, bizə dedi. Dedi, dayı, valla mən biraz başım gedib eləyir arada. Mən sizi birdən öldürüb eləsəm, məni bağışlayın. Yəni, həm bizi gülmək tutdu, həm də bu bir şokdur da, bir faciədir da. Yəni, dedim, valla Allah bağışlasın, bəri başdan Allah bağışlasın. İndi onun sözü olmasın. Yəni, bu məsələni həll eləmək lazımdır. Bu məsələni həll eləmək lazımdır. İstanbul konsulluğu bu məsələni həll eləməlidir. Azərbaycan dövlət aparatı bu məsələni həll eləməlidir. Təsəvvür eləyin ki, mən burada bəzi müəllimlərlə, müəllimələrlə, məktəb səlahiyyətlərindən görüşdüm, problemi dərinliklərinə qədər öyrənməyə çalışdım. $1 milyon lazımdır.
bir məktəb tikməyə. 1 milyon dollara bizdə tüpürmürlər ki. Salih Məmmədovun uğurladığı pul 1 milyard dollardır dövlətdən. 1 milyon dənə 1 milyon ol. 1 milyon eləyir. Elə mi eləyir? 1 milyon 1 milyon. Bilmirəm, qarışdırdım. 1 milyon dənə məktəb eləyir. Qardaş, bizdəki 1 milyon dollara məktəb Cavanşir Feyziyev İstanbulda İngiltərədə özünə qismət olsun. Allah ver dedikçe versin. Cavanşir müəllim yaşadan. Cavanşir Feyziyevin Londonda aldığı evlərin qiymətinə burada 52 dənə məktəb tikmək var. İnsafımız olsun da. Sizin o 70 kilo qızıl uğurlayan o Qərib Məmmədovun qardaşı oğlu var. İldırım Məmmədov 6 ildə iş verdilər. O 70 kiloya burada 70 dənə Allah bilsin məktəb tikmək var. Burada kirəsini verə bilmirlər. Kirəsini verə bilmirlər. Bu uşaqları sahipsiz bırakmaq olmaz axı. Yəni Kahramanmaraşda, Bakıda olan hadisələr gözümüzün qabağındadır. Nə məlum sabah bizim burada o sistemsiz, nəzarətsiz, başsız qalan elə sayılır da. Şagirdlərimiz, tələbələrimiz həmin o çətələrin içinə girməyəcək. Nə məlum, onlar əlinə silah alıb kimlərisə vurmayacaq. O mənə deyən oğlan kimi ki, əmi, birdən öldürüb eləyərəm, məni bağışla. Nə deyəcək? İndidən deyək ki, birdən bu uşaqlar əlinə silah alıb eləsə, sizi öldürsə, sən Allah bizi bağışla, yəni elə deyək. Məlumdur da. Bəs dünyada olaylar başqa yerə gedir. Biz özümüzə niyə sahib çıxmayaq ki? Ömrünü, gününü burada xərcləyən ziyalılar var. Nə dövlət sahib çıxmır, nə buranın iş adamları sahib çıxmır, nə hökumət qurumları sahib çıxmır, nə də bir-birinə sahib çıxmırlar. O ondan yazır, o ondan yazır, o onu şikayət edir, o bunu şikayət edir. Bir-birinin de ayağının altından tutublar maşallah. Bir-birinin de ayağının altını qazıya gedirlər. Heç olmasa Azərbaycanı başa düşdük. Azərbaycandan kənarda yaşayan zənginlərimiz var. Qardaş, Azərbaycanda anladıq. Siz qlazok belə yeyə bilmirsiniz qorxunuzdan. Ərizə yazırsınız kiməsə, WhatsApp-la göndərirsiniz ki, bugün könlümdən qlazok keçir, yeyə bilərəmmi? Orada da məsləhətləşirlər, məruzə eləyirlər. Orada da kuratorlardan biri deyir ki, filan kəsə bugün qlazok yemək olar. Oradan da bizə WhatsApp-da göndərirlər ki, bugün yemək olar. Bunu başa düşdük. Yaxşı. Bəs bu xarici ölkələrdə yaşayanlar, mübarizə aparanlar, siz nətər iş adamısınız? Nətər iş adamısınız siz? O günü mənə danışdılar dostlar, 1916-cı ildə Qırmızı Xaçın Qırmızı Ayparanın tərkibində deyəsən Qırmızı Xaç olub. Hacı Zeynalabdin Tağıyev Ərzuruma yardımlar göndərib. Ev, qapı. Yardım eləyiblər. Ermənilərin də böyük qətliam törətdiyi vaxtlar imiş. Hansı evdə silah olmayıb, o evə silah veriblər ki, özünüzü qoruyun. Çar deyirik, Çar imperiyası deyirik, iş adamının ürəyinə baxır. Müxalifəti də oxudan Hacı Zeynalabdin Tağıyev idi, Nərimanov. İqtidarın da oxudan Hacı Zeynalabdin Tağıyev idi. Bütün qəzetləri maliyyələşdirən Hacı Zeynalabdin Tağıyev idi. Qız məktəbi tikilirdi Hacı Zeynalabdin Tağıyev.
İnstitut binası tikilirdi. Hazenaların Tağıyev. Filarmoniya Hazenaların Tağıyev. Milyardda bir olun da. Bu memleketin balalarına xərcliyində. Səhər bir ana zəng eləyib biraz bundan əvvəl. Çox zəng eləyirlər, amma mən özüm dedi sən Pünhanın günündə, Pünhan da it günündə. Mən özümün halım yoxdur. Mən özümün durub burada 10 dəqiqə, artıq 20 dəqiqə danışıram. 20 dəqiqə danışmağa halım yoxdur. Mən nə eləyə bilərəm? Rəvan adlı bir uşağın anası gəliblər İstanbulda memorialda 119 min pul akıllı ilaca gedib. Mən bilirəm qan xərçəngi, xərçəng xəstəliyi nədir. İndi də iyunun 11-də 50 min manatlıq ya dollarlıq əməliyyat olmalıdır. Xəstəxanadan çıxardıblar, otelə yerləşdiriblər. Pul da yox. Anası ağlayır, uşağı göstərdi. Nur topu kimi bir uşaq. Mən nə eləyə bilərəm? Millətə səslənə bilərəm. Zaten hamımız bu milletin himayəsindəyik. Zaten bizim sahibimiz millət. Onda siz niyə lazımsınız? Xəstəyə sahib çıxmayacaqsınız. Heydər Əliyev fonduna zəng ediblər, cavab yox. Prezident administrasiyasına zəng ediblər, cavab yox. Anası ağlayır, hönkür-hönkür, cavan qadındır. Zərifə xanım etimadı. Burada gediblər bəzi tanınmış iş adamları, xeyriyyəçi güya onların qapılarına bir dəfə qəbul ediblər ki, zəng eləyəcək. İkinci dəfə gedəndə ümumiyyətlə qapıdan içəri almayıblar. Bunlar burada, xəstəsi burada, tələbəsi orada, şagirdi orada, müəllimi kitab dərdi çəkir, maaş verməyə imkanları yox, kirayə ödəməyə imkanları yox. Hara gedirsən sən, Azərbaycan? Nə iş görürsən sən? Valla mən Naxçıvanlıları, mən belə şeylərdən heç yana deyiləm. Problem vətənin problemidir. Problem milletin problemidir. Ama ictimai rəyə təsir edən Naxçıvanlılar var. O məsələlərdə, bu məsələlərdə onlar niyə susurlar? Ki susmayıblar. Məncə zaman da danışıblar. O məsələləri bir ictimai dalğaya çıxardın, qardaş. Bildik Vasif Talıbov Naxçıvanı boşaltmaq istəyir. Və bu gələnlər də Naxçıvanın düşmənidir. Ümumiyyətlə Naxçıvanı vermək istəyirsiniz siz kiməsə. Bu adamları çağırın, aparın Naxçıvana, cazibədar şərait yaradın, qoyun işləsinlər və burada bunun problemini həll eləyin. Bunu ictimailəşdirin və əziz tamaşaçılar, bu mənim dediyim bir məsələni daha gündəmə gətirir. Biz İstanbulda yox, biz Türkiye'də yox, bizim burada media qurumlarımız yox. Bizim burada tanınmış Türkiye çapında ictimai dalga yaradabilecek analitik medya əməkdaşlarımız yox. Bir neçə adam var Türkiye medyasında. Onlar da nə Azərbaycanca danışa bilir, nə Türkçe danışa bilir, nə də heç bilmirlər nə eləyirlər. Hərəsi bir çətirin altına girib, o çətir gedən kimi onlar da gedəcək. Biz Azərbaycanda televiziyası olan, medyası olan, qəzeti olan, gündəlik qəzeti olan, biz ictimai rəyə təsir eləyən, sosial həyatda aktiv olan, gücü olan bir toplum olmalıyıq. Türkiye'nin Azərbaycan qardaşdır. Çıx hamıya deyəcək can qardaş. İndi düzdür, başqa şey də deyənlər var. Ama can qardaşdan məsələ həll olmur axı. Can qardaş, məsələ həll olmur axı başqa cür. Yəni, hər yerdə olduğu kimi Rusiyada sıfır olmağımızı başa düşürəm.
Bizim Rus dilliler Rusya'nın agenti oldular. Orada da Azerbaycan için çalışmadılar. Bildik. Avrupa'da başa düşürəm. Avrupa'da da dövlət dəstək vermədi. Hər şeyin başında dövlətdir. Dövlət dəstək versə dağ oynayar yerindən. Dövlət harda nadan var, harda ictimai fikri bölən var, harda ictimai fikrin değerli insanlarını qətl edən adam var, ona dəstək verdi. Bunları başa düşdüm. Bəs Türkiyəni, Ankaranı, İstanbul'u başa düşmədim. Yoxdur ictimai rəy. İctimai rəydə biz yoxuq. Yoxuq. Üzücü bir şeylerdi. Bu güzel gündə Azərbaycanda da yaxşı hava var. Anamla danışdım. Bugün bütün anaları təbrik edirəm. Analar günüdür. Yoldaşlarımızı, kızlarımızı, kadınlarımızı, bacılarımızı, analarımızı, Azərbaycanın nəcib qadınlarını təbrik edirəm. Analar günü münasibətindən. Yani biz bu problemleri həll eləməliyik. Problem danışmaktan yorulmamalıyıq. Yani bu aygıt, bu dövlət bir şeyin qulpundan yapışıb bunu həll eləməlidir. Yani biz zamanı, vaxtı bu kadar illərdir keçirə bilmərik. Mən 8 ildir, 9 ildir bu problemlerden danışıram. Bir addım irəliyə atılmır. Nə marağı var dövlətin? Azərbaycan dövlətinin nə marağı var ki, 10 minlərlə Azərbaycan əsilli, məxsusən Naxçıvan əsilli insan burada qeydiyyatсız yaşayır. Bunların ciddi problemleri var. Ne maraq ola bilər bu dövlət? Sen Türkiye demeyince Türkiye de bunu eləməyəcək. Sen Türkiye de izah eləməlisən ki, Türkiye bunu eləsin da. Bütün kadınlarımızı təbrik edirəm. Xoş günler arzuluyuram bu güzel yaz gününde. Ve İstanbul'da da güzel hava var. İmkanım, gücüm çatsa yenip biraz gezeceğim. Bir belki Ayasofya'ya gittim. Keşke Azerbaycan'ın problemlerinin hamısı da həll olsa, biz de güzel işlerden danışsak, Azerbaycan redaksiyalarına geçsek, Azerbaycan derneklerine geçsek, Azerbaycan'ın burada büyük işler gören iş adamlarının gördükleri açılışlarına geçsek, mutlu olardık. Ama onlar hele ki bizim dünya görüşümüzde, bizim çapımızda yoktur. Allah'a emanet olun. Görüşmek üzere aziz Azerbaycanlılar ve Xural TV tamaşaçıları.